Dedim ki, Allahım, halım pərişan. Dedi ki, səni yaradan əlbəttə hər halından xəbərdar və sənə hər an doğru bir yol göstərir. Dedim ki, buna şübhəm yox, amma çox incidim. Mən onları sənin ümmətin olduqları üçün sevdim, onlar məni çox incitdilər. Dedi ki, köksünün daraldığını bilirik. Sən indi Rəbbinə həmd ilə təsbih et. Dedim ki, amma haqsızlığa uğradım. Mənə inanmadılar. Dedi ki, şahid olaraq Allah kifayətdir. Şahidsən Rəbbim. Əgər bir gün yanına əli boş, qırıq qəlbimlə ancaq sənin sevgin olaraq gəlsəm, mənim halım necə olacaq? Dedi ki, kim Allaha qovuşmağa tələsərsə, bilsin ki, Allahın onun üçün təyin etdiyi vaxt mütləq gələcəkdir. O, hər şeyi eşidir və bilir. Ona tövbə et və bil ki, Allah qullarına qarşı mərhəmətlidir. Dedim ki, ümidimi heç vaxt itirmədim ki, məni incidən insanlardan və günahlarımdan qurtar Allahım. Dedi ki, səbr et və Allahdan gələn yardımı gözlə. Bu, şübhəsiz ki, yalnız iman gətirməyənlər üçün ağır bir yükdür. Səbr et. Allahım, əgər insanların xəyanət və saxtakarlıqlarına səbr edə bilməsəm, dedi ki, səbr et. Sənin səbrin ancaq Allahın yardımı ilə olur. Onlara görə isə üzülmə və sıxılma. Dərin bir ah çəkdim. Dedi ki, qorxma, sıxılma və Rəbbin üçün səbr et. O an əllərimi açdım və dedim ki, ey məni yoxdan var edən Allahım, hər halımla sənə sığınıram. Sən məni heç bir zaman tərk etmədin ki. Dedi ki, o zaman Rəbbinin adını zikr et və ona tərəf yönəl.